Herkese selam. Bugünleri biz fonetikanın davamı olarak sait ve özünden sonra gelen samitlerin kombinasyası hakkında danışacağız. Tezliğe keçirlərsə. A üzeri t veya n veya m olarsa veya da p olarsa bu zaman e sesini verecek. Misal olarak kısa e. Cat, t'ya, man, n'ya, bamboo, m'ya, map, p'ya, A, R birleşmeleri. Sait, özündən sonra samit gelir. Ya uzun A sesi vereceği Britanya lehçesinde veya ki Amerikan lehçesinde R. Deməli, car. Veya da diyebilirsiniz ki K, Britanya lehçesiyle. Fa, uzak. Veya da diyebilirsiniz ki far. Keçirik. I üzeri D veya T veya N. E sesini verecek. Kısa E. Bed, t'ya, set, t'ya, ten, n'ya. Sonra E ve R birleşmeleri eğer birleşirse ne olur? Ö sesini verer. Ya kısa Ö eləyəcək və yaxud da ki Həmişə də yadınızda saxlayın ki, R sonuna gələrsə Amerikan ləhcəsində R olduğu bəlli olur. Britanya ləhcəsində isə Ö'ye daha çox meyillənir. Və yaxud da ki, səs orada A'ya, Ö'ye və uzadma mənasında, həm çox belə deyə bilərik ki, saitlə birləşdiyi anda uzadma mənalarını daha çox verir. Misal olaraq E, R, Ö və yaxud da her və yaxud da H, turn və yaxud da ki, turn Britanya ləhcəsində. Follow for more.